Belə də ki, Mustangları ilişən qaqaşın sürdüyü maşın. Kənardan baxanda sakit, ağır başlı bir qaraj bəyəfəndisidir. Ta ki, qaz pedalına toxunana qədər. Artıq ondan sonra hisslər də, düşüncələr də dəyişir. Avtomobilimiz 5 litr həcmində V8 mühərrikdir və zavod göstəriciləri 460 Nm tork və 306 at gücü hasil edir. Amma bunu da qeyd edeyim ki, avtomobilimiz Stage 1. Mercedes 1700 kg-lıq bu canavarı dayandırmaq üçün qabaqlara 4 piston, arxaya da 2 pistonluq əylət sistemi yerləşdirib. Hansı ki, breyk disklərimiz, apornularımız 330 mm, ön tərəfdə, arxada isə 300 mm-lik apornular yerləşdirilib. Əylət sisteminin ən gözəl xüsusiyyəti isə yağışlı havalarda CVC, yəni Sensotronic Brake Control sisteminin disklərin islandığını başa düşür və siz əyləcə basmasanız belə porşenlər yüngül şəkildə disklərə yaxınlaşdıraraq onları qurudur. Texnologiyanın mexanikana hələ boğmadığı o qızıl dövrün son metalatlarından biri də elə bu maşın idi. Sırada nə olsun? Rəylərinizi gözləyirəm.